Salam, hər vaxtınız xeyir dostlar. Bugünkü mövzumuz El-39-ci və ya El-39 Skyfox təlim döyüş təyyarəsidir. Məlum, Çexiya bu təyyarəni ölkəmizə təklif etdi. Belə ki, aprel ayının 27-sində Azərbaycan prezidenti İlham Əliyevin Çexiya baş naziri Andrey Babişin iştirakı ilə Azərbaycan-Çexiya biznes forumu keçirildi. Forumda çıxışı zamanı Andrey Babiş qeyd edib ki, Çexiyanın Aerovodachody şirkəti köhnəlmiş El-39 təyyarələrinə xidmət göstərir və təmir edir. Biz sizə yeni El-39-ci təyyarəsini təqdim edirik. El-39-ci, El-39 seriyasının davamı olan müasir təlim döyüş təyyarəsidir. Aerovodachody firması 2014-cü ildə El-39-ci layihəsinə başladı və bu layihə iki mərhələdə həyata keçirildi. Birinci mərhələdə El-39CW modeli hazırlandı. Bu model köhnə El-39 təyyarələrinin modernizasiya proqramıdır. Yəni, köhnə El-39 təyyarələrinin o şəkildə modernizasiya olunması üçün hazırlanıb. Bu modeldə köhnə El-39-un gövdəsi saxlanılıb. Yəni, gövdəyə dəyişiklik olunmayıb. Bu gövdəyə yeni mühərrik, müasir avionik sistemlər yığılıb. Təyyarənin köhnə Ivchenko AL-25TL mühərriki Amerikan Williams International şirkətinin istehsalı olan FJ-44-4D mühərriki ilə əvəz olunub. Bu model ilk uçuşunu 14 sentyabr 2015-ci ildə həyata keçirib. İkinci mərhələdə isə yeni nəsil, yeni istehsal olunan El-39-ci model hazırlandı. Bu model hazırlanarkən yenidən dizayn olundu. Bu təyyarə rəqəmsal kokpit, müasir avionika, təlim və uçuş təhlükəsizlik avadanlıqları, həmçinin Amerika istehsalı FJ-44-4D mühərriki ilə təchiz olunub. Eləcə də təyyarənin qanadlarının ucundakı yanacaq çənləri ləğv olunub və təyyarə yaş qanad texnologiyası ilə təchiz olunub. Yəni, təyyarənin yanacağı hissələrə ayrılmış şəkildə qanadlarının içərisində yerləşir. El-39-cinin boş halda çəkisi 3280 kiloqram, tam yüklü halda 5600 kiloqramdır. Təyyarənin ikisi hər qanadda, biri gövdə altında olmaqla ümumilikdə 5 askı nöqtəsi var. Təyyarə bu askılarda ümumilikdə 1540 kiloqrama qədər yük götürə bilir. Onun yükünə silah yükü, əlavə yanacaq çənləri və kəşfiyyat podları daxildir. Onun silahlanmasına Amerika istehsalı idarə olunmayan MK-81, MK-82 bombaları, 70 mm çaplı raketlər, 12-7 mm çaplı pulemyot podları, Sovet istehsalı OFAB-100, OFAB-250, OFAB-370 bombaları, P-50, P-70 təlim bombaları, idarə olunmayan 57 mm çaplı S-5 raketləri və 12-7 mm çaplı pulemyot podları daxildir. El-39-cinin rollarına pilotların müasir reaktiv döyüş təyyarələrinə keçid təlimi, döyüş hazırlığı təlimi, yüngül hücum havadan dəstək əməliyyatları, hava patrulu və kəşfiyyat tapşırıqları daxildir. Son olaraq El-39-ci hava qüvvələrimizə uyğun ola bilərmi? Fikrimcə bəli. El-39 Skyfox həm müasir təyyarədir, həmçinin aviasiyamız yaranandan El-39-lardan istifadə olunur. Bu seriyanın davamı olaraq El-39-ci seçilə bilər. Amma hava qüvvələrimizin fikrindəki hansı təyyarədir, hansı təyyarəni almaq istəyirlər, bu hələlik bilinmir. Bəs siz nə düşünürsünüz? Hava qüvvələrimizə hansı təyyarə daha uyğundur? Fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Videonu bəyənməyi, kanala abunə olmağı da unutmayın. İnşallah növbəti videolarda görüşərik.